Gəlirik əqrəbə, zodiaqın ən mistik bürcünə, yəni günəşi əqrəbdə olan insan. Əqrəb müalicədir, əqrəb dərmandır. Yəni ən gözəl həkimlər zaten bir insan ayı ya günəşi əqrəbdə deyilsə, ya güney kuzey ay düymü əqrəbdə deyilsə, ya da 10-cu evi əqrəbdə ya buğada deyilsə, bu o qədər də belə yaxşı həkim olmayacaq açıqcası. Çünki əqrəbdə şəfaçılıq var. Bir şəfaçılıq, bir də müəllimlik. Ən ideal analar, ən yaxşı uşaq tərbiyəçiləri əqrəblərdir. Bir də ən yaxşı o, çünki mistik daxı mistik şeylərdən qidalanır, mistikadan qidalanır əqrəb. Yəni bu gün məsələn mənim öz bürcüm əqrəbdir və mən gedib müqavilə şöbəsindəyəm. Biraz əqrəbə uyğun deyil o. Əqrəb nə istəyəcək? Şəfa vermək istəyəcək. Çünki günəşi əqrəbdədir. Ya həkim olacaq, ya kosmetoloq olacaq, ya müəllim olacaq, bilgisi ilə şəfa verəcək. Amma illaki o bir şəkildə şəfanı çıxardacaq ruhundan əqrəb. Bu sahədə olanda daha uğurlu olur. Çox tanıdığım həkimlər var. Əqrəb bürcünü çox uğurludular. Niyə? Çünki günəşləri əqrəbdədir.